Buyur Türkan, səni dinləyirik. Salam, xoş qədəm xanım. Mən Abdullayeva Türkan, atası qızı. 1900 bilmirəm neçənci ildə fevralın 31-dən olmuşam. Mən qohumlarımın əlindən televizora çıxa bilmədiyimə görə sizə belə video ilə müraciət edirəm. Xahiş edirəm, xoş bir qədəm xanıma kömək eləyəsiniz. Yoxsa başa düşməyin, qohumlarımızla da axtarmıram. Nə də atam axtarmıram, atam yanımdadır, anam da yanımdadır, çox şükür. Mən qohumlarımı bitirmək istəyirəm. Xoş qədəm xanım. Bütün qohumlarımı bitirmək istəyirəm. İstəyirəm ki, mənim heç bir qohumum olmasın. Onları axtarıb tapa bilməyim. İtirim hamısını, heç bir rəqavarım olmasın. Xoş qədəm xanım. Çünki mən bütün qohumlarımın əlində da boğaza yığmışam. Çünki məni boğaza yığmışlar da. Biri deyir, bu əli qarşını alma. Biri deyir, bığını əl vurma. Biri sorqa kəsdirəm, bana deyir ki, azmına bax, kəsir bırax. Və bu əri ekmək gəzirdən sən. Yəni, belə çox çətin vəziyyətdəyəm mən, xoş qədəm xanım. Saçma kraska qoyuram, bana deyir ki, qırmızı baş, mən lağa qoyurlar, xoş qədəm. Sənə söz verirəm Türkan, bütün qohumlarını itirəcəm.